Axşamınız xeyir, hörmətli izləyicilər. Sizi bir xatadan qorumaq istəyirəm. Gəlin söhbət eləyək. Avtobusun qabağından çıxmaq xatasızdır, yoxsa arxasından? Əlbəttə ki, hamı cavab verəcək ki, arxasından. Və belə çıxır ki, məntiqli insanlar hamısı avtobusun arxasından çıxmalıdırlar. Amma praktika nə göstərir? İnsanlar avtobusun qabağından çıxırlar. Baxın sağdakı oğlana. Hələ bu yaxşı oğlandı ki, qəflətən qaçmadı. Məsləhət ondan ibarətdir ki, ümumiyyətlə yağışlı havada da, yağışlı havada sürəti aşağı salasınız bir 10-15 kilometr. Avtobusların yanından keçəndə isə aralı tutun. Əlbəttə qoşa xətti kəsməyin, amma aralı tutun və sürəti 20 kilometrə salın. Düzdür, daldan siqnal ola bilər, olsun da, bəs siz o insanı bassanız, arxadakı çıxardıb onun müalicəsinə 1 manat verəcəyimi? Əlbəttə yox. Özünüzü qoruyun. Avtobusların yanından keçəndə bilin ki, 10 nəfərdən 8-i arxadan yox, qabaqdan çıxır. Yenə deyirəm, bu hələ ağıllı oğlandır, qaçmadı. İnsanların bəziləri qaçırlar və belə hadisələr dəfələrlə olub. Özünüzü qoruyun.